Məşhur aktyor Eşref Rüyənin finalından danışdı. Kanal T'nin məşhur layihəsi Eşref Rüyə ətrafında sular durulmaq bilmir. Çağatay Ulusoy və Demet Özdemir'in başrollarda çəkildiyi serialın gözlənilməz final qərarı izləyiciləri şoka salmışdı. Əslində mövsüm finalına hazırlaşan ekran işinin birdən-birə bitirilməsi aktyor heyəti üçün də sürpriz olub. Serialda Kadir obrazını canlandıran görkəm Sevindik jurnalistlərin suallarını cavablandırarkən maraqlı məqama toxunub. Aktyor serialın final edəcəyindən tamamilə xəbərsiz olduğunu bildirib. Tələsdiyi üçün geniş açıqlama verməyən Sevindik bu qərarın onun üçün də gözlənilməz olduğunu gizlətməyib. Xatırladaq ki, serialın bitmə səbəbləri barədə artıq bəzi iddialar var. Reytinglərin aşağı düşməsi və ssenarinin tükənməsi ilə yanaşı, başrol ifaçısı Çağatay Ulusoyun layihədən ayrılmaq istəməsi final qərarını qaçılmaz edib. Hazırda çəkiliş meydançasında yaranan bu qeyri-müəyyənlik fanatlar tərəfindən geniş müzakirə olunur.